Eləcə də qadınlar da kişilər haqqında məsuliyyətli olmalıdır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm kişilərə, qadınlara nəsihət etdiyi kimi, kişilərə nəsihət edib ki, qadınlar haqqında adil olun, onlara zülm etməyin, onlar sizin əlinizin altında olanlardır və s. Onlar haqqında Allahdan qorxun. Eləcə də qadınlara da deyib ki, ərləriniz haqqında Allahdan qorxun, xüsusən cəhənnəmi zikr edib. Deyib ki, Allahdan qorxun, ey qadınlar. Bir cəhənnəm əhlinin çoxsunu sizdən gördüm. Cəhənnəm əhlinin çoxsunu sizdən gördüm. Nəyə görə? Düşünsün ki, siz ərlərinizə küfr edirsiniz. Yəni, nimət küfrünü edirsiniz. Baxsan, kişi hər şey edir, əziyyət çəkir, o birisini edir, bu birisini edir. Sən heç eləmirsən, edir. Sən o birisini eləmirsən, bu nankorluqdur. Belə qadınlar nankor. Bu qadınlar Allah qorusun. Qiyamət günü yaxşı hal gözləməsinlər. Allah Resulü sallallahu əleyhi və səlləm onlara deyir ki, sədəqələri çoxaldın. Allahın rəhmətini istəyin və ərlərinizə qarşı şükür edin, təşəkkür edin. Ənişkurli vali valideyk. Deyir ki, mənə və valideyninə şükür et. O nə deməkdir yəni? Valideyn o qədər yaxşılıq edib ki, təşəkkür edəsən. Ona görə ailə qarşılıqlı olmalı, qarşılıqlı. Həm kişi qadına hörmət qoymalıdır, həm qadın kişiyə hörmət qoymalıdır. Həm kişi qadının nə etməlidir, hörmətini saxlamalıdır, həm qadın kişinin. Həm kişi qadının yaxınlarının hörmətini saxlamalıdır. Həm də qadın da kişinin yaxınlarının hörmətini saxlamalıdır. Bunlar qarşılıqlı olmalı. Yəni sən edib ondan o birisini tələb etmə. Ona görə Allah Azza və Cəllə deyir: "Ədilu huve aqrabu lit-taqva." Deyir ki, adil olun. Ya o təqvaya daha yaxındır. Yəni ona görə insan adil olsun. Özü barəsində də, yoldaşı barəsində, övladları barəsində